Yəni insanlar səmimi söhbət axtarır. İnsanlar sosiallaşmadan darıxırlar. Yəni ifrata uğrayan sosiallaşma da nəticə etibarilə görürük ki, özünə məxsus fəsadlara gətirir və bu həqiqətən də insanların canlı ünsiyyət qurmaq şansları azalıb deyənə, bax bu format, biz klub formatı imkan verir. Yəni bizi izləyənlər elə bilməsinlər ki, o görsənən gözəl vizual video format bizim əsas məqsədimizdir. Yox. Əsas məqsəd o energetikadır. Canlı ünsiyyət qurmaq. Dediyim kimi, əfsuslar olsun, hətta gənc nəsillər canlı ünsiyyətdən qaçırlar. Ki, o canlı ünsiyyəti qurmaq qaydaları və onun nəfsi var. Maraqlı bir aura yaradır. Və biz klub olaraq, səhv etmirəmsə, biz sizlə müzakirə edəndə hətta demişdik ki, Türk dünyasına, ümumi Türk maraqlarına aid olan bir tədbir keçirdək və bunu dəb üçün etmirik. Nə gizlədək, dəbdədir bu. Əksər bu mövzu haqda insanlar danışır. Türkçülük, Turançılıq, Türk birliyin gələcəyi. Amma biz çalışacağıq bu formata həqiqətən də səmimi yanaşaq ki, ümumi Türk tarixinin keçmişində bizim işimizə yarayan o şanlı tarixdə nə olub, oradan ibrət dərsinə götürürük, hansı problemlərlə rastlaşmışdıq. Ona görə ki, tam ideallaşdırmaq da olmaz. İstənilən siyasi, hərbi siyasi prosesdə pozitiv tərəfi də var, negativ tərəfi də var və bu müzakirə əgər alınsa, biz klub formatında, biz də indi istəyərik bir təkan verək o müzakirəyə ki, biz Türkistan deyirik, indi dilimizdə Orta Asiya. Orta Asiya kimi termini var, amma Türkistan daha düzdür. Və bu Türkistandan bizim regiona gələn siyasi layihələr var. Türkistandan Xəzəryanı, Qafqaz, Qaradəniz, Aralıq dənizi, yaxın şərqə, hətta Şimali Afrikaya qədər Türk dövlətlərinin, silsilə Türk dövlətləri olub və son vaxtı çox böyük maraq doğurur. Turan ideyasının banilərindən, yəni müasir deyəndə ki, orta əsr tarixdə Əmir Teymur kimi duxamız var. Özbək xalqının tək yox, hamımızın fəxridir Əmir Teymur. Bir siyasi lider olaraq böyük bir coğrafiya, yeni düzən və qaydalar gətirən bir şəxs olaraq. Amma onun mirası, əfsuslar olsun, ya Avropa tərəfindən, ya Rusiya, ya Sovet tərəfindən bir mənalı bizə təqdim olunmurdu. Və yəqin ki, bizim bu format da imkan verəcək ki, biz Əmir Teymur və Əmir Teymur mirası, hansı ki, yəni siyasi mirası əsrlər boyu bizim regionun formalaşmasına birbaşa təsir göstərir. Bizim regionda yaranan Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi, Qacar dövlətlərini birbaşa təsir edib o miras. Yəqin ki, bu prizmadan Murad bəy biz bu mövzulara yanaşsaq, həm izləyicilərə maraqlı olar, həm də dediyim kimi hansı bəlkə də faydalı ibrətlər, nəticələr çıxarda bilər. Biz izləyicilər üçün maraqlı bunu eləyəcəyik. İnşallah yanvar ayının 15-nə biz klubun növbəti iclasını biz müəyyənləşdirmişik və mövzu məhz Türk birliyi olacaq, Türk dövlətlərinin keçmişi, bugünkü günü və gələcəyi və bununla bağlı maraqlı faktlar əlbəttə ki, siz tarixçi olarkən bölüşəcəksiniz. Mən də öz tərəfimdən vaxtilə Özbəkistanda olarkən öz çəkilişlərimi aparmışım. Əmir Teymurun muzeyində, Samarkandda Əmir Teymurun məzarında çox maraqlı məqamlar var. Onlarla da bölüşəcəyik. Ümumiyyətlə, Əmir Teymur ətrafında olan bütün məsələlər, günləri Özbəkistan xalqı bizə azad olmuş ərazilərdə Füzulidə gözəl bir məktəb, Mirzə Ulur bəy adına məktəb hədiyyə edib. Mirzə Ulur bəyin tarixçəsi, belə bir alimi, bir nümunəni deyəcəm ki, bizə məktəbdə öyrədirlər ki, Jordana Bruno və Galilei açmışdılar ki, yer bir ayrı ətrafında fırlanır və də. Amma 100 il ondan qabaq Mirzə Ulur bəy artıq 1060 ulduz olan xəritəni hazırlamışdı və o xəritəni günləri bütün astronomlar istifadə edirlər dünyada. Yəni bizim belə tarixçəmiz olub, biz bunları yaddan çıxartmışıq, bunların hamısını danışmaq lazımdır və biz bu tədbirimizdə bu məsələləri əlbəttə ki, müzakirə edəcəyik və inanıram ki, burada iştirak edən qonaqlarımız hamısı razı qalacaqlar. Ona görə düşünürəm ki, biz onları dəvət edirik. Hər zaman olduğu kimi
son anda onlar çalışırlar, iştirak eləməyə, amma o vaxtda artıq yerlər məhdud olur. Bilirsiniz, bu da həqiqətən də bir tərəfdən bizə də fəxr verir ki, insanlar gəlir, tədbirdə iştirak eləmək istəyir. O yer məhdudiyyətinin də yəqin ki, gələcəkdə bir fikirləşərik. Amma bunun elə intriqası, yəqin ki, yaxşı mənada intriqa odur ki, bəlli məhdud sayda insanlar yığışır, bu haqda belə deyək, öz fikirləri ilə paylaşır. Siz Mirzə Uluqbəy dediniz və hətta burada bir silsilə alimlərimiz var. Həmçinin Nəsrəddin Tusini də biz yada salmalıyıq. Yəni Avropadan əsrlər öncə Şərq bilirdi ki, yer kürəsi dairədir, yumrudur ki, yer kürəsi günəş ətrafında hərəkət eləyir. Neçə dənə fəzada peyklər var, yəni peyk deyəndə, peykar deyəndə indi planetlər deyirlər və kosmos düzəni çox vacibdir. Yəni kosmosda olan nizam birbaşa yer nizamına və yerdə olan qanunlara təsir edirdi. Yəni Türk dövlətçiliyinin ana xətti, qahəsi o idi ki, aləmi nizamı qorumaq üçün mütləq Allahın yaratdığı nizamı bilməlisən və bunun üçün başımızın üstə olan fəzaları və o qaydaları öyrənməliyik. Yəni Avropa belə deyək, baxışından fərq də bu idi, daha müdrik idi. O mirası əsrlər boyu qoruduq, əfsuslar olsun, unuduruq. Mən ümid edirəm ki, bizim də bu tədbir imkan verəcək ki, həmin o miras həm dövlət quruculuğunda, həm ictimaiyyətdə öz faydasını verə bilər. Ona görə ki, o miras min illər süzülə-süzülə xalqın və hökmdarların təcrübəsinə əsaslanır. O təcrübə də, o miras da kim sahib çıxsa, o da yeni düzəndə öz qurumunu, öz dövlətçiliyini formalaşdıracaq. Əgər bu bizim babalarımızdırsa, yəqin ki, daha məqbuldur, uyğundur ki, o mirasa biz sahib çıxaq. Nəinki, belə deyək, bizə dost olmayan və yaxud sui-istifadə eləyərək bizə qarşı o müdrik kəlamları istifadə eləyən qüvvələr. Biz bunu özümüz istifadə eləsək, aləmi nizamı qorumaq üçün. Yəni, bu Türkün missiyasıdır, Murad bəy. Hətta əsrlər boyu mən görürəm ki, Türkün missiyası torpaq, ərazi, nəzarət bu deyildi. Sırf o aləmi nizama görə Türk hara ayağını basırdı, yerli xalqların əksəriyyəti Türk hökumətliyini, hökmdarlığını, hökmranlığını dəstəkləyirdi. Baxmayaraq ki, Avropa və belə deyək, Rusiya tarixşünaslığı tam əksinə bir formula verir. Güya ki, Türklər işğalçı olub, yerli xalqlar mübarizə edib. Amma reallıq onu göstərir ki, məsəl üçün son Türk hökmranlığı 1000 ilə yaxın gedib. 1000 il ərzində və bu düzəndə formalaşan, inkişaf edən xristiyan toplumları var, qeyri-müsəlman toplumları. Hamısı Türk dövlətlərinin tərkibində yaşayıb və mirasını saxlayıb. Türk dövlətlərinin kənarlarında olan xalqların isə aqibəti çox ağır olur. Ona görə biz bu yalançı prizmanı da dəyişməliyik və göstərməliyik ki, Türk dövlətçiliyinin üstünlüyü və ümumbəşər dəyəri nədən ibarət olur. Əziz tamaşaçılar, görürsünüz, bizim hər birimiz sevdiyimiz tarixçimiz Rezvan bəy necə maraqlı fikirlər söyləyir Türk dövlətlərin tarixi barədə, onların həyata keçirdiyi siyasəti barədə. İnanın ki, bizim növbəti tədbirimizdə bundan da çox maraqlı bir məlumatlar açıqlayacaq. Hətta Əmir Teymurun Qarabağa səfərləri barədə və s. Düşünürəm ki, vaxt itirməyin, indən artıq qeydiyyatdan keçin. Bizim növbəti tədbirimiz çox maraqlı olacaq. Heç şübhə etmirəm və doğrudan da qeydiyyatdan nə qədər tez keçsələr, insanlar o qədər rahat da tədbirdə həm rahat iştirak edəcəklər, həm də ki, bilirsiniz, bir qrup formalaşır, yaxşı mənada, bizə dəstək verən insanlar və biz həmişə şad olarıq onları görməyə, onların gözlərinə baxanda, onlardan o enerjini, pozitiv enerjini alanda bizim də ünsiyyətimiz daha uğurlu olur. Ona görə səbirsizliklə sizləri bizim tədbirdə gözləyirik.